Yazır ki, o uğurlu və bənzərsiz şəxsiyyətdir. Zəngin insani dəyərləri, kübar davranışları, rasional təvəkkül tərzi, sarsılmaz vətənpərvərliyi, milli mentaliteti özündə birləşdirən bu insan Azərbaycanın ictimai və siyasi həyatına nəfəs, müasirlik və intellektuallıq gətirib. Burada kübarlıq, nəzakətlilik, mərdlik çox maraqlı sözlərdir. Niyə görə bilirsinizmi? Bütün hakimiyyətlər dövründə kadrlar vəzifədən vurula bilər, uyğun olmayan davranışlara görə vəzifədən kənarlaşdırıla bilər, uzaqlaşa bilər, hətta müxalifətə keçə bilər. Bütün dünyanın hər yerində bu baş verə bilər. Amma öz kadrları ilə, keçmiş, indiki kadrları ilə məhz nəzakət, etika, siyasi etika, mərdlik çərçivəsində davranmaq Heydər Əliyev və İlham Əliyev rejimlərinə yad olub. Siyasi əxlaqı pozan davranışların mütləq əksəriyyətini biz bu rejimin vaxtında görmüşük. Öz oponentlərinə, öz əleyhdarlarına qarşı yol verilməz metodlarla, çirkin üsullarla təbliğat, təşviqat aparmaq, onları repressiyalara məruz qoymaq bu rejimin vaxtında təməl atılıb. Və bunu atanlardan biri də Ramiz Mehdiyev olub. Ona baxmayaraq, riyakarcasına İlham Əliyevi mərdlikdə, nəzakətlilikdə, kübarlıqda alqışlayır. Bax, indi o kübar adam, o nəzakətli, o mərd adam Ramiz Mehdiyevə nə yaşına baxır, nə bilim yoldaşlığına, keçmişinə baxıb itin sözün dedizdirir. Bundan yumuşaq ifadə tapa bilmirəm də, indi özünüz oxuyursuz. Ramizin öz əlinin altında işlətdirdiyi adamlara onun abırını tökəcək sözlər dedirdirlər. Bax, budur nəzakət, kübarlıq, taliyin ironiyası, zərbəsi çox amansız olurmuş. Ramizin qurduğu sistem, öyüdüyü sistem indi onun özünü bir yalan çıxardır. Bax, bu yazdıqlarının hər cümləsin, hər sətrin öz misalında dəyənək kimi başına vurub ondan Azərbaycan xalqının qisasın, intiqamını alır. Şəxsiyyətlərarası münasibətdə Ramiz Mehdiyev yazır. İlham Əliyev etika normalarına riayət edir. Yəni, ciddi problem elə Azərbaycanda siyasi etika normalarına riayət edilməməsidir. İlham Əliyev bağlı qapılar arxasında, açıq efirlərdə necə siyasi etika prinsiplərin pozduğunu hamımız görmüşük. Təkcə siyasi müxalifətə qarşı yox, öz komandası üzvlərinə qarşı da. Yaşlı müsahibinə hörmət və ehtiramla yanaşır. Bəli, bax, Ramiz Mehdiyev yazır ki, İlham Əliyev etik normalara riayət edir, yaşlı müsahiblərinə, həmsöhbətlərinə hörmət və ehtiramla yanaşır. Bax, indi göstərilən bu dərsi bir qəpiyə dəyməyənlərin belə Ramiz Mehdiyevə qarşı təhqirləri, həqarətləri, ironiyaları, söyüşləri, bu cümlələri yazdığına görə Ramiz Mehdiyevin halal haqqı olsun. Mən elə bir hal xatırlamıram ki, prezident tabiçiliyində olan insanların ləyaqətini alçalmış olsun. Başqasının halına acımaq qabiliyyəti çox güclü inkişaf edib onda. Hərçənd bunun nümayişkarına və emosional şəkildə büruzə vermir. Bir dənə də oxuyaq bu cümləni. Deyir, mən elə bir hal xatırlamıram ki, prezident tabeliyində olan insanların ləyaqətini alçalmış olsun. O halı sən vəzifədə oturanda, kürsüdə oturanda, ovlayıb quşlayanda, yerin rahat olanda görmürdü. İlham Əliyevə buradan ona görə təşəkkür düşür ki, sənə əyani şəkildə göstərdi ki, sənin ləyaqətini Ramiz Mehdiyev və sənin kimlərin ləyaqətini o necə rahatlıqla tapdalaya bilir. Çaqqal dedilər sənə, biz dedilər, anası erməni dedilər, arvadı erməni dedilər, düşmən dedilər, vətənə xəyanət. Yəni, ağla gələn, gəlməyən bütün söyüşləri, təhqirləri komanda şəklində sənə ünvanladılar və nəhayət ölmədən sən gördün ki, bu rejim insanların ləyaqəti ilə hansı formada davranır.